Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 9 fevral 2026-cı ilin astroloji proqnozlarını söyləyəcəm. Bir daha deyirəm ki, illik proqnozlarımız artıq efirdədir. 2026 ilə bağlı, hətta playlistimiz də var. Ya da həmişə dediyimi deyim ki, Səbu Rəhmli 2026 yaxud da Səbu Rəhmli 2026 yazsanız, qarşınıza çıxacaq, yəni YouTube-da axtarsanız hamısı çıxacaq. Həm başqa kanallara verdiyi müsahibələr, həm də özümüzdə olanlar. Nə istəsəz, orada 60-dan çox video var, ona rahat baxa bilərsiniz. Hələ bu videodur. Yazılı da, saytlarda, müəyyən portallarda məlumatlar var. Tam məlumat ala bilərsiniz. Fevralla bağlı da artıq 4 növ proqnoz məlumat vermişik. Bir fevral ayının belə deyim, təhlili, tarixi, xronoloji, astroloji təhlili. Deməli, bu adı fevral sensasiyalar ayı adı belədir. Fevral ayı necə gəlir? İctimai siyasi olaylar, dünyada, qonşularda baş verən hadisələr, planetlərin hərəkət trayektoriyasına görə nələrin olma ehtimalının mümkünlüyü, yaxud mümkünsüzlüyü barədə canlı yayımımız olub. Bir saat təxminən o barədə danışmışıq və verilişin ikinci yarısında izləyicilərin maraqlı suallarına cavab vermişik. Ayın zodiak bürclərində hərəkəti sırf elmə söykənən və danılmaz proqnozlar olan, ən az və təəssüf ki, ən az baxılan ayın zodiak bürclərində hərəkəti videomuzda var və təbii ki, bürclərin fevral proqnozu adlı bir videomuz da var. O da kanalımızda var. Hər ikisini, daha maraqlı ikisini, həm fevral ayı necə gəlir, həm bürclərin fevral proqnozu bu videonun son 20 saniyəsində ekrana gəlir. Üstündən vurub həmin videoları tapa bilməsəz, rahatca baxa bilərsiniz. Bazar ertəsidir, həftənin ilk günüdür. Qoy düşərli olsun, uğurlu olsun, səmərəli olsun, dünyamız müharibəsiz olsun, intriqalara son qoyulsun, insanların rifah halı gözəlləşsin inşallah. Həftə demişkən, bizim həftəlik proqnozlar da olur bürclər üzrə. Cəhbə TV YouTube kanalında artıq var. Orada mənim də şəklim var. Səbu Rəhmlinin təqdimatında həftəlik proqnozlar deyəsən başlığı belədir. Sadəcə Cəhbə TV yazsaz YouTube'da qarşınıza elə ana səhifədə çıxacaq. Abunə də olun. O da elə bizim kanalda. Orada demək olar ki, hər gün olmasa da həftədə bir, 2 dəfə, 3 dəfə ora müsahibə verirəm. Həm də Cəhbə info saytı da oradadır. Orada açıqlamalar demək olar ki, nə baş verirsə, Epşteyndən tutmuş İran məsələsinə qədər az qala hər gün orada açıqlamalarım dərc olunur. Abunə olub izləyə bilərsiniz. Və keçək proqnoza, görək 9 fevral üçün vəziyyət necədir? Qoç bürcü. Səhhətinizi qoruya bilsəniz, gün ərzində heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı da tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin. Yəni, kimsə qəlbinə dəyməyin. Həmişə deyirəm, ən qiymətli şey Allah Taala'nın insana verdiyi qəlbdir. Allaha məxsusdur. Onu qırdırsa, Allahın da xətrinə dəyər və bu xətrə dəyilmə sonra cəzalandırma ilə nəticələnə bilər. Buğa bürcü. Astroloji göstəricilər yalnız saat 12-yə qədərki vaxtı gərginlik içində başa vuracağınızı göstərir. Həmin zamana qədər, yəni maksimum tədbirli, ehtiyatlı olmağınıza ehtiyac var. Ondan sonraki saatlarda isə demək olar ki, hər şey ürəyinizcə olacaq. Zaman tam heyətlə xeyrinizə işləyəcək. Əkizlər bürcü. İlk iş saatları, belə də 10-a qədər, 11-ə qədər idi. İlk iş saatları, yəni işin başlanğıc saatları göstərilir. Həmin ərəfə pasiv başlasa da, nahara yaxın nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşmağa başlayacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını da yoxlayasınız. Xərçəng bürcü. Qarşınızda təzadlı bir gün durub. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addımlar atmalısınız. Şir bürcü. Sakit bir təqvim yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə talatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, səfərə də çıxmaq olar.
Qız bürcü. Ümumən gərgin gün olsa da özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Bugün səfər sizin mövcud işlərinizə mane olar deyək, çıxmasanız yaxşıdır. Tərəzi bürcü. Saat 14-ə qədər, yəni günorta saat 2-yə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan saatlarda heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aktivliyinizdən asılı olaraq aradan qalxacaq. Əqrəb bürcü. Yaxşı olar ki, gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərin həllinə yönəldəsiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni mütləq görəcəksiniz. Büdcənizlə bağlı irəliləyişlər də gözlənilir. Oxatan bürcü. Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik yaxud da uğursuzluq gözlənilmir. Bir tərəfdən belə yaxşıdır da, günün idarə etməsi sizin öz əlinizdədir. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda, xüsusən də böyrək və yoğun bağırsaqda yüngül ağrılar yarada bilər. Bunu da bir gün öncədən deyirik ki, qarşısını almaq elə də çətin olmasın. Oğlaq bürcü. Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Bugün çox bürcdə nəsə pulla bağlı məlumatlardır. Çünki indi planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzun müddətli kasıbçılıq gözləyə bilər. Yəni şans var, bugün o şansdan yəqin ki, geninə boluna yararlana bilərsiniz. Su tökən bürcü. Bərbaşdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bugün bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə qətiyyən lüzum yoxdur. Əksinə, uğurların astanasına yetişəcəksiniz. Düzdür, bürcünüzün son da deyil, tən ortası da demək olar. Çünki ayın 19-una qədər hələ ki göy qübbəsinə hakim olan bürc sizsiniz. Amma bugün xüsusi o pik nöqtədəsiz də, yəqin ki, ona görə bax, bir gün qabaq paylaşıram. Eşitdiniz, artıq ona uyğun o psixoloji hazırlıq deyirlər. Ona hazırlaşın ki, deyilən proqnozları özünüz doğruldasınız. Balıqlar bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çox olsa da özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Yeni sövdələşmələr üçün də ideal vaxtdır. Təki ürəyiniz bunu istəyə və şəraitə uyğun addım atasınız. Belə dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.